İndi isə daha ətraflı bugün noyabrın 25-i Kəlbəcər şəhəri günüdür. Rayonu Ermənistan işğalçı ordusunun tərk etməsindən 5 il ötür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncamaya əsasən hər il noyabrın 25-də Kəlbəcər şəhəri günü təntənəli şəkildə qeyd edilir. Hazırda Kəlbəcərdə bərpa, yenidən qurma işləri aparılır, yeni infrastruktur qurulur. Rayon dirçəldilir. Rayon ərazisində yolların tikintisi, bütün infrastrukturun bərpası istiqaməti üzrə müvafiq işlər davam etdirilir. Qeyd edək ki, Prezident İlham Əliyev Kəlbəcər şəhəri günü münasibəti ilə sosial media hesablarında paylaşım edib. Əziz Kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmişsiniz. Ölkəmizin ən böyük rayonu olan Kəlbəcər və onun Kəlbəcər şəhəri canlanır, həyat qayıdır və əminəm ki, siz burada rahat yaşayacaqsınız, siz buna layiqsiniz.